Dostlar, xoş gördük. Garaj Custom 708. Aya salamla dostları. Naklatqanı dəyişəcəyik. Deməli, bayq 20.000 gedib. Dəqiq olsun, hamısı dəqiq olsun. Deməli, 20.183. Naklatqanın vəziyyətinə baxaq. Ayaq çıxartdın onu, əlindədir. Yoxdur. Naklatqanı. 20.000 getmiş bayq üçün nətər dayaz? Öyle ki tezdir. Ayazdır hələ ki tezdir, amma mən deyirəm ki, gəlmişəm, sökmüşüksə elə dəyişək. Dəyişəm o zapasa xalayar. Qalar elə burada, təzələr də buradadır. İndi burada nə proses gedəcək? Yox, naklatqan dəyişib qoyduq yerine. Bu nədir bu? Məcun nədir ora vursan? Yağ. Deyirəm, arada buraları yağlamaq lazımdır, naturallə işləri. Bu da iyi. Bu da iyi, bir də bu. Çünki bu support tərpənir yerində, bu rahat gelib gəlmir burada. Motosikleti də yudum bura gələndə. İndi şəklin sonunda qoyaram ya da storyda paylaşaram. Yağışdan sonra bizim Ramanın yolları orada qalanlar bilir, bir də Allah. Buradan adiyyəti qurumlara səslənirəm. Bəli. Asma çəkin. Allah o qədər səsləniblər, xeyri yoxdur. Bu da qabaq naklatqa. Ayaz mənə deyir ki, sən tormuz vermirsən. 20.000 getmiş motosikletin naklatqası. Ayaz. Tormuz vermirəm. Hala var, 20.000 də sürər. Doğrudan o qədər. Təzəsi ilə də bir dənə qabağı müqayisə edək. Qalanski pendiri çıxarda bilsə Ayaz. Yəni ki, elə bir boş yerə dəyişirəm də Ayaz. Güzel. Qabaq naklatqanı da dəyişdi Ayaz. Deməli, belə çıxır ki, bu dominarlarda sürüşdən də asılıdır sözsüz ki, Ayaz. Sürüş, temperatur, getdiyin yerlər, perivallı yerlər, traslar, şəhərdə də. Mənim deməli qaldığım yerdən şəhərə gələndə demək olar ki, işıqfor yoxdur. Yəni saxlaya biləcəyim yer yoxdur. Hərdən bir tormozdan istifadə edirəmmi deyə, yoxsa bunlarda bu ehtiyat hissələri keyfiyyətlidirmi? Yəni səbəb çoxdur əslində.